Əlimdə olan bir ədəd telefon, internet və 7173 manat borcum var. Və mən bunlarla kriptovalyuta yaratmaq istəyirəm. Sıfır büdcə və bu qədər borcla necə kriptovalyuta yarada bilərəm? Bəli, bu mümkünsüz səslənir, amma mən bunu edəcəm. Bu seriya mənim borclarımı bağlayaraq ilk kripto layihəmin kəməlini qoyma hekayəmdir. Bu sadəcə pul qazanmaq deyil, maliyyə azadlığına və qlobal texnologiya layihəsinə qədəm qoymaqdır. Bu yolda hər xırda uğur gələcək kapitalım üçün bir investisiya olacaq. Unutmayın, ən böyük layihələr də bir fikirdən və cəsarətdən başlayıb. Biz bu seriya ilə həm də özümüzü sıfırdan kripto bazarına daxil etməyin praktik yollarını öyrənəcəyik. Bəs kriptovalyuta nədir? Kriptovalyuta üçüncü tərəf vasitəçi olmadan şəxsdən şəxsə birbaşa göndəriş edə biləcəyiniz virtual puldur. Bu, pulun idarəsini tamamilə istifadəçinin özünə qaytaran bir inqilabdır. Əsas gücü təhlükəsizlikdir, amma bunun üçün böyük mining firmalarına ehtiyac var. Kriptovalyutanı birinə göndərdikdə çətin və bənzəri olmayan riyazi məsələlər bu mining firmalarına göndərilir. Onlar həll etdikdən sonra ödəniş qarşı tərəfə çatır və mining firmaları bu təsdiqə görə mükafat qazanır. Yaradacağım bu kriptovalyutanı hər hansı bir birjada listing etmək üçün mənə $40.000 çox pul lazımdır. Məndə isə sıfır büdcə var. Buna görə də ənənəvi yollarla deyil, çevik və az riskli yollarla pul toplamalıyam. Biz bilirik ki, böyük maliyyə gücü olmayan hər kəs üçün kripto dünyasına girişdə maneələr var və bizim məqsədimiz bu maneələri qırmaqdır. Mən pulu trade edərək qazanacağam və qazandığım pulun bir hissəsini borclarıma, bir hissəsini isə layihəmə saxlayacağam. Bu ikili strategiya bizə bir tərəfdən borcdan yaranan psixoloji yükdən azad olmağa, digər tərəfdən isə daimi artan kapital fondu yaratmağa kömək edəcək. Bu metod maliyyə stresini azaldaraq bizə trade qərarlarında daha soyuqqanlı və rasional olma imkanı verəcək. Mən qartopun metodunu istifadə edəcəm. İlk öncə, borclarımı kiçikdən böyüyə sıralayacağam. 75, 238, 360, 6500 və kiçiksən böyüyə doğru bağlayaraq davam edəcəm. Bu metodla kiçik qələbələr qazanaraq motivasiyamı artıracağam. Qartopun metodu borcu məğlub etmək üçün təkcə bir maliyyə planı deyil, həm də bizə ardıcıl uğur hissi verən bir psixoloji strategiyadır. Bu yola Max birjası ilə başlayıram. Çünki burada minimum trade cəmi $1'dır. Sıfır büdcə üçün ideal startdır. Bu birja bizə böyük kapital tələb etmədən riskləri minimal saxlamaq imkanı verir. Bu bizim üçün sınaq meydansasıdır. Burada riskləri idarə etməyi və pulu necə böyütməyi öyrənəcəyik. $1'la başlamaqla biz özümüzə ən böyük bəhanəsiz olmağın yeganə yolunu seçirik. Gələn seriyada mən ilk $1'mı qazanaraq trade-ə başlayıram. Məni borcdan maliyyə azadlığına və bu ağılsız kripto layihəsinə gedən yolda tək qoymayın. Bu cəsarətli addımı qaçırmamaq üçün abunə olmağı və bildirişləri açmağı unutmayın. Birlikdə sübut edək ki, böyük xəyallar üçün sadəcə bir telefon və doğru strategiya yetərlidir. Biz pulun gücü ilə deyil, strategiyanın gücü ilə hərəkət edəcəyik.